Salam, kanalıma hoş gelmişsiniz. Bugün sizinle birlikte yeni bir akım başladıram. Bugünkü akımda 30 manatla mağazaları gezeceğiz. Baxaq görə bugünkü 30 manata manatlıq yerdən nələr alacaq. Gəlin getdik. Eko evim, ev üçün hər şey. Bugünləri inşaatçılarda belə bir yer açılıb deyəsən təzədir. Həm də düşünürəm ki ucuz olar. Aynen. Gəlin gedək baxaq nələr var. Birinci belə bir stendlər var, belə qablar. Anamın keçən dəfə bir çaynikini sındırmışdım. Düşünürəm ki, ona bir çaynik hədiyyə edə bilərəm. Bütçəmiz 30 manatdır, amma 30 manatın 90%-ni özümə xərcləyəcəm. Çünki bilirsiniz də özümü çox istəyirəm. Sonra belə bir şeylər var. Bunun Temu versiyonunu almışdım mən. Görürsünüz, bunun qiyməti 4 manatdır. Temu versiyonu, amma böyük bir ölçüdə. Bunlar da... Ay, sındıracağım, sonra üstümə qalacaq. Neyse, burada xalalar bibilər üçün qəşəng yerlər var, amma mənlik deyil də. Gəlin, baxım görüm nə ala bilirəm. Bir bloger olaraq təbii ki bizə ştativ lazımdır. Belə bir ştativ var. Açıb baxmaq olar. Aha, açıb baxaq. Bundan bacım almışdı dostlar Temudan elə. Videolar Temu'dan məşhur olduğuna görə ki də bir Temu'dan müqayisə edəcəm. Çünki manatlıq mağazadır, nə də olsa. Baxın, bunun başqa rəngi var sizdə. Uşaqlar, neysə bunun qara rəngini tapmadıq. Burada var, amma ki biz yenə... Ay, səhv dedim, ağ rəngini tapmadıq. Qara rəngini alırıq, neysə. Səbət yoxdur. Səbət verə bilərsiniz, zəhmət olmasa. Biz səbət alaq, çünki məlum məsələ, biz biraz oliqarx müştəriyiz. Tamam. İnandım. 30 manatımız var. Neysə, belə bir sprey formu, çox sağ olun. Çantamı da qoyum bunun içinə. Belə formada qablar var, görürsünüz. Amma işimizi görməzlər, mən istəmirəm belə bir şeylər. Bu yəqin ki, pişiyi olanlar üçündür. Dağıtmayaq. Bunu anama hədiyyə ala bilərəm. Mama, görsən, 1 manat 80 qəpiyə sənə buradan hədiyyə alıram. Fevralın 21-i ad günündür, amma ad günü və əvvəldən hədiyyə alıram. Harada belə bir övladım var. Neysə, bunu alırıq. Bilirsiniz də uşaqlar, bunun deməli şampun maçalka qabıdır. Şampun qoyursan, maçalka qoyursan, onun üçündür. Belə bir saxlama qabları var. Ala bilərəm. Alın. Bilmirəm, mən də bilmirəm. Kameraman oradan dış ses, o şeyləri kameralarda dış ses verirlər. Elə qoya bilərsən. Burada ev üçün xırdavatlar da var. Burada gəldi, satıcı mənə göstərdi. Mən də sizə göstərmək istəyirəm. Baxın, burada ayaqlıq var. Boyu balaca olanlar üçün məncə idealdır. Mən boyum normaldır deyə istəmirəm. Burada daban rezini falan da var. Yəni xırdavat olduqca var deyə düşünürəm. Amma mən disk pambıq alacağım. Düz-düzümüz yumagellə yiyorum, amma bəzi hallarda ehtiyac duyulur. Bunun bilməm, normal yerlərdə qiyməti neçədir bilmirəm. Çünki dediyim kimi ehtiyac görmürəm də. Məni çəkir oradan. Özümü görmürəm. Qapsız tualet olur. Allah qısa markabı deməm. Markanın adı Lady Cotton'dur. Uşaqlar böyük gedirdi. 2 manatdır. Bunun balaca versiyonu da var. Balacası da 1.30'dur. Biz 2 manatlığını götürürük. Düşünürəm ki, o qədər qiymət fərqi yoxdur. Nə məsafət? Bu arada hesablamıram mən. 1 manat, 1.80 hesablayaq biz ən yaxşısı. Çünki kassada şey eləməyə bizim 30 manata gücümüz çatır. Kasıb belədir axı. Allah haqqı. Hə, kasıb belədir. Göstərim sizə də buradan. 1.80 üstə gəl 1, üstə gəl 2. 4.80'lik nəsə almışıq. Nəm salfetka ala bilərəm ev üçün. Bu da 1 manat. Çox qəşəng deyil dış ses. Lütfən patron. Dış ses məncə çox qəşəngdir bu. 1 manata. Hətta yəni bunu da alıram və bütçəmizin üzərinə bir də gəlirik. Burada mən girişdə girdim. Deməli uşaqlar soruşdum ki, lavabo istəyirəm. Çünki lavabo trendini bilirsiniz də artıq. Amma mən lavabo trendində özümə lavabo oyuncağı almamışdım. Düşündüm ki, niyə də almayayım? Ona görə bugün lavabo da alacağıq. Və bu hissədə
Gəlin sizə göstərim. Belə daraqlar var. Düzdür, mənim daraqdan çox darağım var. Nə alacağam? Pinset alacağam. Qaşlarım olmayan qaşlarım sağ olsun həftədə 2-3 dəfə çıxır. Ona görə bunu alacağam. Bütçəmizin üzərinə bir gəlirəm. 6.80. Daha sonra nə ala bilərik? Buralara fikirləşmə şeyləri. Sponc alıram. Bəlkə də bir 6-7 dənə sponcum var, 2 dənə də açılmayanım var. Amma gəlin rəngini birlikdə seçək. Dış sesindən birlikdə seçəcəm. Səncə bunun rəngi çox doğrudur. Bunu seç. Bu, yoxsa bu? Bu. Telefonu qoyun. Bu. Benövşeyi fason Bu. olan. Hə, dış ses bunu seçdi deyə bunu seçirik uşaqlar. Bunları avtomatik geri yerinə. Üzərinə gəlirəm. Bir gəldim yerinə. 7.80. İnşallah şeydə problemimiz çıxmaz. Belə qablarda var. Əslində bir çaydan ala bilərəm anama. Alım almayım. Sevinər. Buradan baxın belə stəkanlar var. Bunlardan qəşəng çay içmək olar. Özümə hədiyyə alım almayım. Alım. Al deyirsən, onu da alaq. Bəy, bunları qutuda verirsiniz? Yox. Hə. Yaxşı, alaq bunda 2.50-dir. Üzərinə gələk 2.50. 10 manat 30 qəpik artıq yığmışıq. Başqa nə alırıq? Əgər pulumuz artıq qalsa, bunu təzədən qayıdıb baxacağam. Belə burada kofe qabları da var, görürsünüz. Saxlama qablarımız da var. Baxın. Bunun belə bir halını ala bilərəm məncə. Amma o qıraqları açılan bağlanan daha yaxşı idi. Hə? Məncə o daha yaxşı idi. Məncə də ondan alarıq. Bunu qoyaq yerinə. Uşaqlar, burada baxın nə var. Uno kartı var. Qumar kartı yazılıb. Amma qumar deyil axı, bu duraqdır. Biz bildiyimiz duraq deyil bu dış ses. Məncə də. Uno kartı alıram. Bütçəmizin üzərinə 1 manat gəlirəm. Üstə gəl 1. 11 manat 30 qəpik. Bu arada yəni bayaqdan bir şeylər əlavə eləmişəm də. Elə bir ki, yəni, pul azalmaq bilmirəm. Mən sıxmışam. Burada labubular var və bu labubuların qiyməti digər mağazalardan fərqlənir. Çünki mən düzü indi qiymətini bilmirəm, soruşaq. Çünki girişdə dedilər ki, qiymət ucuzdur. Labubunun qiyməti neçədir? 4.90-a. Məncə bu 7 manat, 8 manatdır hər yerdə. Yəni bu 4.90-a üzərinə gəlirəm. 4.90 16 manat 20 qəpik. Bundan səbətimə əlavə edirəm. Bəlkə heç nə, bunu qoydum belə qalsın. Və burada bayaq nəsə gördüm mən. Dedim sizə göstərim. Hə dostlar, bir dənə bura gəlin tez. Kitay qızı. Yəni, bildiyimiz üzərinə yazılıb Kitay qızı. Baxın bunun içində nə var. Yəni, dedilər ki, bu nənələr falan kraska kimi istifadə edir. Yəni, nə? Kitay qızı ilk dəfədir görürəm. Bilənlər varsa, istifadə edənlər varsa, həqiqətən mənə çox maraqlıdır. Burada mənim nənəmin istifadə elədiyi Bora Plus var. Onu göstərim. Bunu ala bilərəm. Bunun amma bu yox, bu formasını alacağam. 90 qəpikdir. Nənəm çünki Bora Plus çox vururdu. Ay, hara getdi? Gəlin bunun üzərinə gəlim. Üstə gəlinsin 90. Mən üzərinə şey gəldim. Labubun gəldim, görəsən, hə? 17 manat 10 qəpik. Və belə bir orqanayzerlər var. Bayaq da sizə göstərdim. İndi bu orqanayzerlərdən bunu sırf kosmetikam üçün almaq istəyirəm. Zəhmət olmasa orqanayzer verə bilərsiniz. Gəl versinlər. Teşekkürler. Hallettim, hallederken de... Ondansa göstər. Ondansa dış ses mən bunu alacağım. Çünki saxlama qabıdır, yemək falan qoymaq olar içərisinə. Ona görə bundan alacağım. Və qiyməti 1 manatdır konteynerin. Ben bir kayınbabama yemek götürüp geliyorum. Şey var, Mükremin böyle elirdi. Komik değildi, gülmedi. Neyse bunu alırım 2 dənə. Bu arada çantam da belə bizim səbətimiz dolur. Ay 17 manat 10 qəpik idi. 17 manat 10 qəpik. Üzərinə gəlirəm 2 manat. Eləyir 19 manat.
Görürsüz, bu qədər Santavit yumru 1.30-adır. Məncə çox yaxşıdır. Baxın. İçərisində nə qədərdir bilmirəm. Normalda qiyməti neçə olur, amma məncə çox ucuzdur. Ona görə alıram. İndi bütçəmizin üzərinə gəlirik 1 manat 30 qəpik, 20 manat 40 qəpik. Vah! Bunu da atıram bura. Sonra Münirkəs keks qabı var. Mən özüm bişirmə işlərində çox professionalam. Yəni əlimdən hər bir iş gəlir. İndiyə qədər bacarmadığım, yandırmadığım bir şirniyyat yoxdur. Hər bir şeydə bacarıram. Tamam. İnandım ya. Bunun da qiyməti 1.50-dir. Mamamın qablarını yandırmaqdansa düşünürəm. Bu onsuz da yağlıdır deyə ehtiyac olmayacaq. Üzərinə gəlirəm 1.50. 21 manat 90 qəpik. Bütçəmiz dolmur. Artıq qəlbim durmuyor, xoşqədəm xanım. Всё. Başqa nə alaq siz? Nə istəyirsiniz? Ürəyiniz nə istəyir? Baxın, yəni mağaza sizin. Zarafat edirəm. Nə istəyirsiniz? Nə alım? Dış ses düşünüyor. Bu da mənim dış sesimə özəl hədiyyə. Bu arada bu videonu montaj edən dış sesi olacaq. Özü indi oradan səslər qoyacaq. Kameranın arxasını görməlisiniz. Bu arada bir neçə video çəkək dış sesindən. Əgər bəyənsəniz növbəti videolarda onu da göstərərik. Bu arada hələ də mənim kanalıma abunə deyilsinizsə, bura qədər izləmişsinizsə abunə olaraq dəstək ola bilərsiniz. Fikrim yayınır. Bizim hal-hazırda olan məhsulumuz 3 manat 70 qəpikdir. Üzərinə hara girdim. Mən buradan başlayacağım. 3 manat 70 qəpikdir bunun qiyməti. Üzərinə gələn 3.70. 25 manat 60 qəpik. Gedək baxaq həqiqətən hesabladığımız kimi çıxacaq kassada. Gedək məhsullarımızı vuraq. Görürsünüz 25 manat 60 qəpik ödədik. Bu arada yəni reklam eləmirik. Sadəcə bu yeni bir seridir. Davam elətdirəcəyik inşallah. Bu da aldıqlarımızdır. Bunu da kameramanıma almışam. Sağ olun. Gedək. Uşaqlar, belə tip videolarımızın da bu tip videolarımızın davamı üçün kanala abunə olub like atmağı unutmayın. Növbət dəfə hara gedək, bu arada şərhlərdə yazarsınız. Yenidən bir məkanlar sınayacağıq. Bu dəfə Xırdavat yerinə getdik. Növbət dəfə Sədərək ola bilər. Neftçilər ola bilər, Basma ola bilər. Məncə hər bir şey ola bilər. Sadəcə elimdə çox ideya var. Hamısını reallaşdırmaq üçün bütçə lazımdır bizə. Nəysə uşaqlar, bu qədər izlədiyinizə görə çox sağ olun. Bu da mənim kameramanımın hədiyyəsidir. Sağ olun.